pulun özü əxlaqsız. Əgər sən halal əmək haqqından artıq pul əldə edirsən, o əxlaqsızdır. Təbii ki, cərimə eləyəndə Avropanı nəzərdə tutursan, əmək haqqı pensiya verəndə heç Avropanı nəzərdə tutmursan. Görürsən, güllə kimi yanından bir dənə vəzifəli şəxs getdi, heç onu saxlayan yoxdur. Bir yetimin biri gedə-gedə saxla, sən qaydanı pozmursan. Alver kimi baxırlar ailəyə. Elə bil ki, mənzil alıver eləyirlər, maşın alıver eləyirlər, pis olacaq dəyişəcən. Ailə quranda biləsən ki, dünyada nə baş-baş versin, sən boşanmayacaqsan. Mənəviyyat, əxlaq, ona da senzura qoymaq lazım. Deyirlər, onun nə aparıcıdır o, biabırçılıqdır o. Deyir ki, bilirsən, onun televiziyada hər addımda oldu. Mən bunu 15-20 dəqiqə Qarabağ dərdimiz adda, qayıtdı deyir ki, Sumqayıt kim yazacaq onu, gəl oranı düzəldi, nə pul qazanır. Deyirəm, ilahi, nə yaxşı Amerika dövləti var, demokratiyanın qalasıdır, nə gözümdən düşdü, bunların işi sənət ancaq pul qazanmaqdır. Ulu təhsil ləğv eləmək. Əksinə, deyirəm ki, hünərin var idisə, orada işləyəndə deyərdi. Çıxandan sonra yıxılana balta çal. Sonra cavab verməyim.